Tez bazar, çox ləzzətli keks. Bizə lazımdır 2 qaz yumurtası. Zarafat edirəm, evdə varsa 3 broiler yumurtası və kənd yumurtası. Mənim əlimdə 2 qaz yumurtasıdır. Qaz yumurtası toyuq yumurtasından böyüklüyünə görə böyük olduğu üçün mən ikisini istifadə edirəm. Siz 3 toyuq yumurtası. Üzərinə 1 stəkan yarım şəkər, 1 paket vanil və qarışdırırıq. Rəngi ağarana qədər çalırıq. Üzərinə yarım stəkan duru yağ, 200 qram süd. Mən xatırlayırsınızsa, pendir hazırlayanda ondan qalan südü saxlamışdım şirniyyatlar və çörək üçün. Həmin o sudan istifadə edirəm. Və bunları da qarışdırırıq. Üzərinə 3 stəkan un əlavə edirik. Üzərinə 1 paket qabartma tozu. Üzərinə sürtkeçdən keçirdiyimiz kök əlavə edirik. 2-3 ədəd kökü sürtkeçdən keçirsəz yetərlidir. Üzərinə xırda doğranmış qoz, yuyulmuş kişmişləri əlavə edirik. Qarışdırırıq. Hər hansı bir kek qabınız varsa ona tökə bilərsiniz. Yağlayırıq. Mən kərə yağı ilə yağlamıram. Elə bununla yüngülvari yağlayıram ki, yapışmasın. Kim istəyirsə kərə yağı ilə eləyə bilər. Və nə edirik? Qabımıza tökürük. 180 dərəcədə 45 dəqiqə ərzində pişiririk. Pişdi. Möhtəşəm. Əla. Əla. Əllərimə sağlıq. Hayıl mayıl olacaqsınız yeyəndə.